Bəli, nəhayət böyük günü keçdik. Dünən səhər radələrində ixtisas seçimi cavabları açıqlandı və necə deyim, həqiqətən də sizə bambaşqa xəbərlərlə gəlmişəm. Yəni necə deyim, heç verməyəcəyim xəbərlərlə sizə gəlib bu xəbərləri verirəm. Və bəli, Xəzər Universitetində psixologiyaya qəbul oldum. Ödənişsiz şəkildə və tədris ingilis dilində. Gözləyirdimmi? Heç gözləmirdim. Yəni bunu əslində ixtisas olaraq deyil də bunun hekayəsi daha çox mənə təsir etdi. Ona görə danışmaq istəyirəm. Yəni dün əslində cavablar səhv etmirəmsə səhər radələrində çıxmışdı və valideynimə göndərilmiş deyə mənim çox da bir xəbərim yoxdur. Amma az çox bilirdim ki, dünən cavablar açıqlanacaqdı. Nəysə, günorta radələrində anam yaxınlaşdı və dedi ki, Mehraz qəbul olmusan. Mən dedim ki, hər halda ya orta səviyyəli universitetlərdən birinin ödənişlisinə ki, çox yerdə ödənişli yazmışdım, ya da ki, hər hansısa aşağı təhsil səviyyəsinə malik bir universitetə qəbul olmuşam deyə. Yəni, çox da reaksiya vermədim açığı. Ancaq anam dedi ki, Xəzər Universitetinə qəbul olmuşam və necə deyim, ilk başda inanmadım. Yəni xəbəri mən alanda saat 6-7 ərəfələri falan olardı. İnanmadım. Dedim, ya hər halda başqa bir ixtisasdır. Anam kodu səhv görüb. Ya başqa birisinin nəticəsidir, mənə göndəriblər. Ya da ki, necə deyim, ödənişlisinə qəbul. Böyük ehtimal dedim ki, hər halda bəxtim gətirdi, ödənişlisinə qəbul oldum. Yəni yenə də sevinəcəkdim. Sonra biz kodun yanında dövlət sifarişli gördük. DS yazılan dövlət sifarişli. Dedilər ödənişsiz. Yəni anlamadım ilk başda. Məsəl üçün anam sevindi, valideynlərim sevindi, dayanmadan təbrik mesajları gəldi. Yəni hər kəs zəng edib təbrik edirdi və necə deyim, mən sevinə bilmirdim. Dedim ki, nəsə düzgün gəlmir. Bu işin içində bir iş var. Nəsə var bu. Türklər demişəm, bu işin içində bir bit yeniyi var. Prosta üzə çıxacaq. O zamanlar da nəticəmi dəqiqləşdirmək üçün şəxsi kabinetə girə bilmirdim. Zanit idi. Nəysə, dedim ki, 1-2 saat üzə çıxar, özüm çox sevinmədim. Nəysə, gecə saat 11-12 suları kabinet açıldı. Kabinetə girə bildim, kodumu falan, paroloz adı yazdım, bu formalite şeylərini keçdi. Və şokdayım. Yəni, ikinci yazdığım yerə düşmüşəm. Birinciyə Bakı Dövlətin psixologiyası yazmışdıq ödənişsiz, ikinciyə Xəzərin psixologiyasını yazmışdıq ödənişsiz. Yəni, necə deyim? %1 ehtimalla düşünmüşdüm ki, ora düşərəm. %1 çox kiçik bir ehtimal vardı. Yəni heç ora düşəcəyimi mən düşünmürdüm. Şok oldum. Yəni təsəvvür edin, hər kəs sizi təbrik edib, zəng edib və s. Siz cavablar çıxdıqdan 12 saat sonra sevinməyə başlayırsınız. İnanmadım. Yəni necə deyim, o gözəl bir yuxu görər sizi, ancaq onun yuxu olduğunu bilərsiniz. Məsəl üçün oyanmaq istəməzsiniz. O tərz bir şey dedim, ya yuxudur, ya bir şey var, ya da ki başqasının nəticəsidir, mənə göndəriblər. Yəni ondan həqiqətən də şok olmuşdum. Çox sevindim. Nəticələrimi yaxınlarımla bölüşdüm. Yəni öz ətrafımla, dostlarımla bölüşdüm. Yəni sevindim. Sizlərlə də bu gün burada bölüşmək istəyirəm. Çünki bu kanal nədir? Dürüstləri danışan bir kanaldır və mən də sözümü tutduğum kimi ixtisasımı açıqlayacağam. İnanın, hətta mənim fikrim var idi ki, əgər çox da zəif bir ixtisasa düşsəm, əsgərliyə gedim. Elə bir planım da var idi. Ancaq çox şükür planlarım dəyişdi. İstədiyim ixtisasa qəbul ola bildim. Bu arada deyə bilərsiniz ki, Mehraz Xəzərin psixologiyasında nə var bu qədər abartırsan falan filan tip qalıb orada. Ola bilər, sənin üçün ola bilər, amma mənim üçün jackpotu vurmaq kimi bir şeydir. Deyə bilərsən niyə? Mən yığmışdım 483-484 bal ki, balımı zaten sən bilirsən. Və mənim yazdığım yer 525 bal idi. Yəni arada bir 40-50 balıq interval var və sən düşünməzsən ki, mən öz yerimdən 40-50 bal yüksəkdə bir yerə girə biləcəm. Məsələn, ağlında bu ehtimal olmaz. Ancaq birdən-birə olmayan bir şeyin olması həqiqətən insanı şok edir. Məsəl üçün, bu video izlərkən 10-cu sinifdə ola bilərsən, 11-ci sinifdə ola bilərsən. Məsələn, planda var ki, məsələn, bu ixtisasa düşmərəm falan. İnan, hər şey çox dəyişir. Yəni, bir anda olmaz deyəcəyin şeylər həqiqətən də ola bilir. Yəni, məsəl üçün, sabah deyərsən ki, bu onsuz olmaz. Bir də durub görərsən ki, həqiqətən də oldu. Məsəl üçün, bu nəticə mənim üçün həqiqətən də şoka düşüləcək bir şeydir. Bəlkə sənin üçün adi bir şeydir, bəlkə sənin üçün aşağı universitetlərdən biridir. Ancaq
Mənə görə məsəl üçün baldan ziyadə mənəvi dəyəri çox yüksəkdir. Və məsəl üçün mən düşünmüşdüm ki, ödənişli oxuyacağam falan, işləmək məcburiyyətinə qalacağam falan bunu düşündüm. Onsuz işləyəcəm. Ancaq işləyəndə qazandığım yatırımı universitetə yox da, öz şəxsi inkişafıma, ailə büdcəsinə və vəsairə şeylərə yatıra biləcəm. Bu perspektivdən də sevindim həqiqətən də və düşdüyüm yerin ingiliscə olmağı da ayrı bir yaxşı oldu ki, psixologiyanın biliklərinə də dərindən yiyələnmə şansımı ilk əldən əldə etmiş oldum. Hər birinizdə həqiqətən də ixtisas seçiminə görə, cavablarına görə təbrik edirəm. Ümidvaram ki, bu kanalın izləyicisinizsə çoxunuz universitet qazanıb. Qazanmayanlara da deyirəm, yəni olmadı deməyin. Qabağınıza elə bir şans çıxar ki, bəlkə də mənim də qabağıma çıxmayıb. Məsələn, hərbi hissədə o qədər yaxşı performans göstərərsiniz ki, bəlkə də 5 ildən sonra, 10 ildən sonra polkovnik və ya general səviyyəsinə yüksəlib həkimin qazandığı qədər pul qazanarsınız. Onu heç kəs bilə bilməz. Yəni mənim bunu düşünməkdə məqsədim bu il çox da yaxşı şeylər yaşamamağım idi. Ağır dönəmlərdən keçdik, çətin anlardan keçdik, çox depressiv zamanlar yaşadıq. Hətta bunun təsirini mən cavablarım çıxanda sevinməməyimlə gördüm. Çoxu dedi ki, Mərad sən naşükürlük falan edirsən. İnan, mən dedim ki, kamera şakası zaddır da, yəqin ki, qıraqdan kimsə qoyub məni videoya çəkəcək reaksiyamı, elə hiss etdim. Ancaq şəxsi kabinetə girdikdən sonra, nəticə gördükdən sonra dedim, tamam, bu real bir şeydir. Bu arada maraqlananlarınız üçün ixtisasları da buraya yerləşdirərəm. Elə belə baxmaq istəyəniz baxar ki, yəni Mehrac haralar yazıb. Məsələn, sən də psixologiya istəyirsənsə, buna bənzər yerlər yaza bilərsən, gəlin, yəni, o perspektivdən. Və mənim ora düşməyəcəyimi inandıracaq başqa bir səbəb də var idi. Mən ixtisas seçimi etdiyim müəllim mənə demişdi ki, yəni sənin ilk dövrdə düşmə ehtimalı demək olar ki 0,1% falandır. Sən böyük ehtimal Sumqayıt Dövlət Universitetinin pullusuna düşəcəksən. Sumqayıt əlbəttə yaxşı universitetdir, ancaq Bakıda qalan üçün bir çox sıxıntılar müşahidə olunur Sumqayıt. Nə kimi? Məsələn, əlavə ev pulu vermək məcburiyyətinə qalacaqsan. Zaten yola verdiyini evə verərsən daha yaxşı. Yəni gündə 1-2 saat yol gedib gəlmək əlbəttə əziyyət olacaq. Hətta marşrut metronun işləmədiyi günləri də demirəm, yəni onları bir kənara qoyub danışıram. Həmçinin ödənişli oxumağın ayrıca bir ödənişli olması, zaten ailə büdcəsinin də kifayət qədər qısıtlı olması, yəni 11-ci sinifdə, yəni həyatımda bəzi şeylər yaşandı ki, sıxıntılı bir dönəmdəyik həqiqətən də. Yəni kiçik bir maddi bir şeyin də həqiqətən də mənim üçün mənəvi bir dəyər var, yəni. Ancaq bu xəbər həqiqətən də o qədər pis xəbərlərin içində bir sevindirici bir şey oldu. Bir ümid işığı oldu. Ümidvaram ki, siz də gəlib komment yazacaqsınız ki, Mehrac, mən də filan ixtisasa qəbul oldum, heç gözləmirdim. Hər birinizin şərhini bəyənəcəm bu arada. Düşənləriniz varsa yazın. Düşənləriniz varsa, bəlkə eyni sinifdə oxuduq, bir yoldaş olduq, 4 il, 5 il bərabər oxuduq. Xəzər Universitetinin psixologiyasına düşdüm, ingiliscə tədris. Ümidvaram ki, orada da bəzilərimiz bir-birimizi tanıyacaq, görüşəcəyik. Xoşbəxt universitet illəri keçirəcəyik. İndi qaldı, son 3 həftəmiz qaldı. Bu 3 həftədə yoldaşlarım şəxsi inkişafımıza önəm verək, biliklərimizi genişləndirək, sosial becərilərimizi inkişaf etdirək, danışıq qabiliyyətimiz olsun, nitq qabiliyyətimiz olsun, universitet boyunca karyera planlamalarımız olsun, bunun üzərində işləyək, 3 həftəmizi boş keçirtməyək ki, məsəl üçün universitetə girəndə seçilən tələbələrdən biri olaq və özümüzü mental olaraq da universitet ortamına hazırlamalıyıq. Hətta mən universitetdən bir gün öncə, 2 gün öncə özüm sərbəst şəkildə həmin universitetə gedib gələcəm. Yəni universitet açılmamışdan yanına gedib dolaşacağam ki, ilk gündən yol problemi çəkməyim. Və bunu da deyirəm, böyük ehtimal yadınızdan çıxarmı, çıxmazmı bilmirəm, amma mənim yadımdan çıxmayacağına əminəm. 14 gecəsi heç kəs yata bilməyəcək. Buna əminəm. Yəni universitet 1-ci kursa gedəndə 14 gecəsi heç kəs yata bilməyəcək. Dünənki xəbər həqiqətən də məni çox sevindirdi. Bunu sizlərlə paylaşmaqda məqsədim bu müddətdə həqiqətən də valideynlərim də, özüm də nə qədər çalışsam da, siz də mənə müəyyən qədər dəstək oldunuz. Yeri gəldi, xoş kommentlərinizlə mənə dəstək etdiniz. Yeri gəldi, bizim çalışma qruplarımız oldu, orada bərabər dərslər çalışdıq. Yeri gəldi, canlı yayında ixtisas seçimi ilə bağlı söhbətlər etdik. Necə deyim, biz bu süreçdə, türklər demişkən, biz bu süreçdə tək insan olaraq yox, bərabər bir elit society topluluğu olaraq ilərlədik və həqiqətən də
Sizlərə dərinliklə minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, bu yolda da dəstəklərinizi əsirgəmədiniz, mənə dəstək oldunuz. Həqiqətən də hər birinizə minnətdaram. Universitet dövründə də əla videolar gələcək. Davam etməyə, kanalı toparlamağa çalışırıq. Əməyimi qiymətləndirmək istəyirsənsə kanala bir abunə olub, bir də videonu bəyənsən kifayətdir. Başqa da heç bir şey ehtiyac yoxdur. Ümidvaram ki, istədiyin ixtisasa düşdün. Ümidvaram ki, artıq istədiyin universitetdə oxuyacaqsan. Və ümidvaram ki, sən də ən az mənim qədər sevindirici xəbərlərlə rastlaşmısan. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.